Salam, buraxılış sınavının izahına baxaq. Suallara. Deməli, birinci sualda A-nın 2-yə nisbəti bərabərdir, B-nin 3-ə nisbəti, o da bərabər C-nin 4-ə nisbəti. Belə olanda bilirik ki, A bizdə 2K-dır, A bərabər 2K, B bərabər 3K, C də bərabərdir 4K-dır. Sonra bizə deyir A vur B vur C 24 olarsa, yəni 2K vur 3K vur 4K bərabərdir 24 olarsa, burada 2 dəfə 3 6, onda oldu K'nın adı 24K kubu bərabərdir 24, K kubu bərabərdir 1, K bərabərdir 1. K1 olarsa A oldu 2, B oldu 3, C də oldu 4. Bunların da cəmin soruşduğuna görə 3 üstə gəl 2, 7, üstünə 2, 9, 1 olar A variantı. İkinci suala baxaq. İkinci sualda görək nə deyir? 3 üstü 12, 3 üstü 12 vurulsun 9 üstü 4 bölünsün 27 üstü 6. Sadə bir sualdır. 3 üstü 12 qalsın. 9'un yerinə 3'ün kvadratı üstü 4 yazaq. 27'nin yerinə 3'ün kubu üstü 6. Sürətimiz oldu. Deməli 3 üstü. Bu 8 eləyir. Bu birisi isə 12'də vurulanda qüvvətlər toplandığına görə 20. Aşağıda isə 3 üstü 18. İxtisar gedəndə 3 üstü 2 qalır və yaxud bölünəndə çıxılanda. Bölünən zaman kəsir xətti bölmədə üstlər çıxılır. 3 üstü 2 qaldı. Bu da oldu 9. 2 də oldu A variantı. Gələk üçüncü sualımıza baxaq. 3'də 2x üstə gəl 3y bərabərdir 5. 3x üstə gəl y bərabərdir 4. Bizə deyir x kvadratı üstə gəl y kvadratını tap. Aşağı hissəni mənfi 3'ə vursam. Mənfi 3'ə vurum. Onda oldu. Mənfi 9x çıx 3y bərabər mənfi 12. Yuxarı hissəni isə olduğu kimi yenə köçürdək. Bərabərdir 5. 3y'lər getdi mənfi 7. X bərabərdir mənfi 7'yə. X bərabərdir 1'ə. X 1 olsa 2 dəfə 1 2. Digər tərəfə keçəndə 3. 3y bərabərdir 3. Y də bərabər oldu 1'ə. X kvadratı üstə gəl y kvadratı, 1'in kvadratı üstə gəl 1'in kvadratı cavabı eləyər 2 D variantı. Üçüncü sualın cavabı oldu D variantı. Gəlib dördüncü sualımıza baxaq. Dördüncü sualda sinus kubu alfa çıxılsın, kosinus kubu alfa bölünsün, sinus alfa çıx, kosinus alfa aşağıda bir də çıxılsın, sinus alfa vur, kosinus. Yuxarını kub düsturu ilə açanda sinus alfa çıx, kosinus alfa. Birincinin kvadratı, birinci vur, ikinci, axırıncının kvadratı. Bölünsün, sinus çıx, kosinus. Bunlar ixtisar gedəndən sonra misalımız qaldı. Sinus kvadratı ilə kosinus kvadratını toplayanda bu ikisi bizə verir 1. 1 üstə gəlinsin sinus alfa kosinus alfa çıxılsın. Bu hissə. Sinus alfa kosinus alfa. Bunlarda islah gedəndən sonra cavabımız oldu 1. 4'də oldu A variantı. 4 oldu A variantı. Gəldik 5-ci sualımıza baxaq. 5-ci sualımızda tangens 5 pi böl 360. Gəlin bunu 5 vurulsun. Pi'ni 180'dən yazaq. 300 bölünsün 36. Üstə gəl tangens pi böl 9. 180 böl 9. Gələk aşağı hissəni məxrəcdə yazaq. Bir üstə gəl tangens 31 vurulsun. Deməli, neçə yazaq? 31 vurulsun, 180 böl 36. Tangens pi böl 9. Bərabərdir. Görək bizə nə verəcək? Bərabərdir. Deməli, 36 ilə 189'a geçsə, burada 4 qalar. 9'a geçsə, burada neçə qalacaq? 20 qalacaq. Bir dəfə 5 dəfə.
Deməli, bu oldu tangens 25 dərəcə. Tangens deməli 4, görün burada səhv eləmədim ki 25 dərəcə. Üstəgəl tangens 20 dərəcə. Deməli 9-dan 180 ixtisar gedəndə 20, məxrəcdə isə 1 üstəgəl tangens yenə 9-a gedəndə 4, 9-a gedəndə 20, bir dəfə 5 dəfə. 5-i 31-ə vuranda 155 dərəcə. Bir dəqiqə görüm düz oldu mu? 5 dəfə 1, 5. Aha. Vurulsun tangens 180-dir. Bu p-də 180-dir. 189-a böləndə neçə düşəcək? 20 dərəcə. Bərabərdir. Yuxarı hissəni saxlayıram. Tangens 25 üstəgəl tangens 20. Məxrəcdə 1 üstəgəl tangens 55-in yerinə 180 çıx 25 yaza bilərik. Bax, buradan yazıram. Tangens 155 bərabərdir tangens 180 çıxılsın 25. Çünki 180-dən 25 çıxanda 155 qalır onsuz da. 155 ikinci rübdə. İkinci rübdə tangens mənfidir. Mənfi qaldı. 180 plus minus da adın dəyişmir. Burada 180 silindi. Qaldı tangens 25. Deməli, onda bu hissəni biz çıx eləyək. Bax, bu hissə oldu. Çıx. Tangens 25 vurulsun tangens 20. Bu da biz bilirik ki, tangens alfa plus betanın düsturudur. Bərabər tangens alfa üstəgəl tangens beta 1 çıxılsın tangens alfa vur tangens beta tangens alfa üstəgəl betanın düsturudur. Yəni 25-in üstünə 20 gələndə belədir də 25 üstəgəl 20. Bu tangens 45 eləyir. Tangens 45-də də bilirik ki, neçə bərabərdir? 1-ə bərabərdir. 5-ci sualın cavabı olar Y variantı. Gələk 6-cı sualımıza baxaq. Tam səthinin sahəsi 54. Tam səthinin sahəsi 54 olan kubun tilini tapın. Kubun tam səthinin sahəsi S bərabərdir 6A kvadratıdır. Çünki bir üzünün sahəsi A kvadratdır. 6 dənə üzü olduğuna görə 6A kvadrat. Bizə deyir tam səthin sayısı 54-dür. Yəni 6A kvadratı bərabərdir 54-ə. A kvadratı bərabərdir 54-ə. 6-ya böləndə 9-a. A da bərabərdir 3-ə. Cavab 6-da da olar A variantı. 7-ci sualımıza gələk baxaq. 7-ci sualda görək nə deyir? 7-ci sualda bizə deyir ki, düzbucaqlı ABC üçbucağında bucaq B90, düzbucaqlı üçbucağımıza baxaq. Bura B'dir, 90 dərəcədir, bu isə A'dır, bu birisi isə C'dir. Bucaq A 60 dərəcə, bura 60 dərəcədirsə bilirik ki, bu C bucağı da 30 dərəcədir. Bu BC 4 kök 3'dür. Bura 4 kök 3'dür. 4 kök 3 deməli olarsa B düzbucaq təpəsindən BK medianı çəkilmişdir. ABK üçbucağının sahəsini tap. ABK. Bu üçbucağın sahəsini istəyir bizdən. Gələk baxaq. Onda 60'ın qarşısı 4 kök 3'dürsə, 30'un qarşısı 4'dür. Onda bu hissə 8'dir. Bura 8'dirsə bizim qaydamız var ki, median hipotenuzun yarısına bərabər olur. Median da 4'dür, burada 4'dür. Onda belə çıxdı ki, bu bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın sahəsini gələk tapaq. Bu düsturla tapıram mən. 2'də 1 vurulsun 4 vur 4. Sinus 60. Sinus 60 dərəcə. Bərabər tərəfli üçbucağın özünün də düsturu var. Sadəcə düstur səhv eləyərəm deyə ona görə düsturla yazmadım. Sinus 60 dərəcədə nəyə bərabərdir? Kök 3 böl 2'yə. Burada qaldı 4 kök 3. 4 kök 3. Cavab oldu Y variantı. Deməli 7-ci sualımızın cavabı olar Y variantı. Gələk 8-ci sualımıza baxaq. 8-ci suala 1 bölünsün 2 vur 6 üstəgəl
1 bölünsün 6 vur 10 nöqtə nöqtə ilə yazıram. 1 bölünsün 18 vur 22. Bu tiplərin qısaca həlini öyrənmişdik. Bu hissələri yalnız götürürük. Fərqini tapırıq və vururuq. Məxrəcdə ara hissələrin fərqinə 2 ilə 4-ün, 6 ilə 10-un fərqi 4 olduğu üçün, yəni 4də 1-ə. Vuraq 11'e vuraq 11'e 10'da oldu 22'de 10 vur 4'te 1 2'ye 2 5 44'te 5 cevabımız olacak 44'te 5 B variantı. Gələk 9-cu sualımıza baxaq. 9'da nə deyir? X kvadratı çıx 9'un yerine kısaca tez yazaq. X çıx 3 x üstə gəl 3 x kvadratı üstə gəl x çıx 12 heç nə yazmadım. Heç nə yazmadım yox. Buranı da vuruqlara ayıraq. Vuruqlara ayıraq. Görək burada nədir? Deməli aşağı hissəndə məxrəci də vuruqlara ayırsaq, deməli x kvadratı üstə gəl x çıx 12-ni vuruqlara ayıranda, burada yazıram x kvadratı üstə gəl x çıx 12-ni hansı ədədləri vuranda mənfi 12 toplayanda mənfi 1 eləyir. Mənfi 4 ilə müsbət 3 vuranda mənfi 12 toplayanda mənfi 1-də əksinə bura. Vuruqları ayıranda biz bilirik əksinə yazırıq. Yəni bura hissəni x çıx 3 x üstə gəl 4 kimi vuruqlara ayırırıq. Vurulsun. Bu birisindən kəsirdən 3'ü çölə çıxartsaq. X üstə gəl 4 qalacaq. Mötərizə xaricinə çıxartsaq. Digər məxrəci vuruqları ayırmağa çalışaq. Üstə gəl 2x çıx 3. Deməli vurması mənfi 3 eləsin. Toplaması mənfi 2 eləsin. Mənfi 3 ilə müsbət 1. Vuranda mənfi 3 toplayanda mənfi 2 ki əksinə ortaya müsbət 2 yazıblar. Yenə işarəni dəyişik yazsaq. X üstə gəl 3. X çıx 1 olar. Gəldi indi ixtisarlara baxaq. X çıx 3'lər getdi. X üstə gəl 3'lər getdi. X üstə gəl 4'lər getdi. Bir dənə bizdə qaldı 3 bölünsün. X çıx 1. Cavab da olar Y variantı. 9-cu sualın cavabı deməli nə olar? Y variantı olar. Gələk 10-cu sualımıza baxaq. Görək 10-cu sualımızda bərabərsizlik necədir? 2x çıx 1 bölünsün 3 üstə gəl x çıx 4 məxrəcdə 5 böyükdür 2-dən. Ortaq məxrəc eləsək ya da sıranın hamısını 15'ə vuraq da eyni söz deməkdir. 15'də 10x çıx 5 üstə gəl 3x çıx 12 böyükdür 2-dən. 10x'in üstə 3x 13x çıx 17 böyükdür çarpaz vursaq 30'dan 13x böyükdür deməli 30'un üstünə 17 gələndə 47 x da böyükdür 47 böl 13 47'ni 13'ə böləndə deməli 3 tam düşür də 3 tam 10 3'də neçə düşər? 39 olanda 8 düşür də 8 səhv eləmirəmsə. Burada x-in yerinə ən kiçik ədədi soruşur. Ən kiçik ədəd qoya biləcəyimiz ədəd isə neçə olar? 4 olar. Deməli 10-cu sualın cavabı A variantı oldu. 10-cu sualın cavabı oldu A variantı. Gəldik 11-ci sualda nə deyir? Üçbucağın G ağırlıq mərkəzidir. Deməli, ABC bərabər tərəfli üçbucaqdır. ABC bərabər tərəfli üçbucaqda ağırlıq mərkəzi bilirik ki, medianların kəsişdiyi nöqtəyə deyilir. Bu ağırlıq mərkəzidir. Deyir ki, AGN. Bax, bu N'dir. Burada G nöqtəsidir. Bizə deyir ki, AGN bucağını tapma, bu X bucağını axtarırıq. Biz gələk baxaq. Bərabər tərəfli üçbucaqda bütün bucaqlar 60 dərəcədir bildiyimiz kimi. Bərabər tərəfli üçbucaqda bütün medianlar həm tənbölən, həm də hündürlükdür. Bütün hamısı hündürlükdür. Bərabər tərəfli üçbucaqda həm də tənbölən olduğu üçün buralar olacaq nə? 30, 30. Hamısı eyni qayda ilə 30, 30.
Burada 90 dərəcə olduğuna görə bu hissədə düşəcək 60 dərəcə. Vəssalam, çox sadə, primitiv bir sual idi. Cavab oldu 11-də B variantı. Sonra 12-ci sualımıza baxaq. 12-ci sualımıza baxaq, görək 12-ci sualımız necədir? 12-də loqaritmadır. 25 üstü loqaritma 5 əsasdan 2 üstəgə 27-nin qüvvətində loqaritma 3 əsasdan 2. 5-in yerinə yazdıq. 25-in yerinə 5-in kvadratı, qüvvətində də loqaritma 5 əsasdan 2 var. Üstəgə 3-ün kubu, bir də loqaritma 3 əsasdan 2. Bilirik, mötərizə ilə olanda üstlər vurulur. O zaman oldu 5 üstü 2 loqaritma 5 əsasdan 2 üstə gəlinsin 3-ün qüvvətində 3 loqaritma 3 əsasdan 2. Biz bilirik A üstü loqaritma A əsasdan B eləcə B-yə bərabərdir. Amma burada bizdə qarşıda bu 2 var. Mane olan bu 2-ni buradan bilirdik ki, qaldıra bilirdik bu 2-nin qüvvətinə. Onda oldu 5 loqaritma 5 əsasdan 2 2-nin qüvvətinə gələndə 4 eləyir. Üstə gəlinsin 3 loqaritma yenə qayda ilə 3-ü 2-nin qüvvətinə gətirəndə 8 eləyir. Burada 5'lərlə olan hissə getdi. Burada qaldı 4. Üstə gəlinsin. Burada da 8. Cavabımız olar 12. Deməli 12-ci sualda 12. D variantı. 13-cü sualımıza gələk baxaq. 13'də görək nə deyir? Kök altında x çıxılsın 3, üstə gəlsin modulda x, üstə gəl y, üstə gəl 2 bərabərdir 0. Bizə x çıx y soruşur. Gələk baxaq. Bilirik ki, kökün dərəcəsi cütdürsə içərisi mənfi ola bilməz, modulda mənfi ola bilməz. 2 müsbət ədədini də cəmi 0 eləyə bilmədiyi üçün hər birini arıqda 0 götürürük. X çıx 3 0'dırsa x bərabərdir 3'dür. X-in yerinə 3 yazsaq, 3 üstə gəl y, üstə gəl 2 bərabərdir 0'a, y bərabərdir mənfi 5'ə. X çıx y, 3 çıxılsın mənfi 5'i soruşduğuna görə cavabımız olar 8. 13A variantı olar. 14-cü sualımıza baxaq. 14'də kök 3-cü dərəcədən A kök altında A kök altında A. Deyir, bunun qüvvət formasında işarə eləyin. Gəldik, bu A-nın bircə dənə kökün altındadır. Dərəcəsi 3'dür, özünün qüvvəti də 1'dir. Bilirik ki, özünün dərəcəsi kökün qüvvətinə bölünür. Birinci A üstü 3'də 1 kimi çıxdı. İkinci A'ya baxırıq. İç-içə köklər olanda kökün dərəcələri vurulur. Bu kökünki 3'dür, bununki də 2'dir. 6, A'nın da özünün qüvvəti 1'dir. 6'da 1 vurulsun. Sonuncu A'nı çıxardırıq. Bu kökün dərəcəsi 2'dir. Bununki 2, bununki də 3 oldu. 12-ci dərəcədən A üstü. Bu qüvvətdə 1'dir. 1 bölünsün 12. Bir də deyirəm, iç-içə neçə kök olarsa kökün dərəcələri bir-birinə vurulur. Məsələn, birinci A bircə dənə kökün üstəydi, heç nəyə vurulmadı 3'də 1. İkincisi 2 dənə kökün içindəydi. Ona görə həmin 2 kökün dərəcəsi vuruldu 6'da 1, 12'də 1. Bizim də qaydamız var ki, əsaslar eyni olanda, vurulanda üstlər toplanılır. Toplanma üçün də deməli nə olmalıdır? Ortaq məxrəc olmalıdır. 12'də 4'ün üstünə 2, 6, üstünə 1, 7. A üstü 12'də 7. Cavabımız D variantı olar 14-cü sualda. 15-ci sualımızda isə silsilədən yəqin ki, istifadə eləyəcəyik. Birincidə neçə dənə kibrit çöpündən istifadə olunub? 4 dənə. İkincidə neçə dənə olunub? 4, 5, 6, 7 dənə. Üçüncüdə neçə dənə? 4, 5, 6, 7, 8, 9, 10 dənə. Gördüyümüz kimi eyni vahid artdığına görə deməli bu ədədi silsilədir. Bizə deyir 10-cu çubuqda nə qədər olacaq? Yəni A10. A10 da lazımdır bizə. A1 bizdə 4'dür. A2 bizdə 7'dir. D bərabərdir bizdə 3'dür. Bizə deyir ki, A10'u gəl tapaq. A10. Əslində bizə demir 10-cu həddini tap. 10-cu həddə qədər neçə dənə çöp lazım olduğu. Yəni bu çöplərin hamısının cəmi bizə S10 lazımdır əslində. Elə birbaşa S10'u tapaq da o zaman.
Mənim fikrimcə S10 lazımdır. Bir dənə yazaq baxaq. 2A1, 2 vurulsun 4, üstəgəl D vurulsun. N-1, yəni 10-1 9, böl 2 vur N. Belə oldu, gəldik, baxdıq. Deməli, bu 1 dəfə, bu 5 dəfə. 2 dəfə 4, 8, 3 dəfə 9, 27. 8 üstəgəl 27 vurulsun nə olar? Vurulsun 5 olar. Bu da bərabərdir. 35 vur 5, 25, 2 adda 175. 170 dənə spişka çöpü bizə, kibrit çöpü lazım olar. 175 var da variantda, B variantı. Neçənci sualımız idi? 15. Keçdik 16-cı suala. 16-cı suala baxaq. 16-da bizə nə deyir? X kvadratı tənliyin köklərindən biri. X kvadratı çıx 4x üstəgəl m bərabərdir 0. 16-cı sualda tənliyin deyir köklərindən biri, yəni x1 bərabərdir 2 çıxılsın kök 3i. Yeni keçmişik biz bunu. x2 də bərabərdir. Demişəm ki, onda o zaman mütləq qoşma olur. Kök 3 üstəgəl 2 idi. Verməyib, amma özümüzdən bilirik ki, kökün biri kompleks ədədsə, mütləq digər kök həmin kökün qoşmasıdır. İndi bizdən m-i soruşur. Çevrilmiş kvadrat tənlikdə m köklərin hasilinə bərabərdir. Yəni 2 çıxılsın kök 3i vurulsun 2 üstəgəl kök 3i. Bu müxtəsər düsturudur. Yəni 2-nin kvadratı çıx kök 3i-nin kvadratı düsturudur. Bu da eləyir 4 çıxılsın kök 3-ün kvadratı 3, i-nin kvadratı. i-nin kvadratı mənfi 1 olduğu üçün qabaqdakı mənfi ilə toqquşsa 4 üstəgəl 3 bərabər 7 olar. Cavab 16-da C variantı olar. Gələk 17-ci sualda. Baxaq görək nə deyir. 17-ci suala baxaq. 17-ci suala. Deməli, 3 bucağı çəkməyə mən bunu çalışım. Burada xətkeşlə çəkmək vaxtım aldığına görə, ona görə xətkeşlə çəkmirəm. Deməli, bura 8-dir, bura 30-dur. 30 dərəcə, bura 90 olduğuna görə 30 dərəcə qarşı kat hipotenuzun yarısı olduğu üçün tapdıq ki, 4-dür. Buranın da özü 3 verib. M yeni soruşur. Bizdə M buradadır, E də buradadır. Pifagorla 4-dür, 3-dürsə, bu 3 bucaqda, burada olacaq 5. Çox sadə bir sual. M-i 5. Cavab oldu B variantı. 18-ci sualımıza baxaq. 18. 2 vurulsun əkob xy, 2 əkob xy, çıxılsın 5 əbob xy, 5 əbob xy. Bərabərdir deyir nəyə? 25-ə. Bərabərdir. 25 olarsa x vur y-i bizdən soruşur. Görək nə deyir? X, y ardıcıl tək natural ədədlər olarsa. Ardıcıl tək natural ədədlərdirsə, məsəl üçün biri n-dir. Yox, n plus 1 götürək, birində n plus 3 götürək. Biz bilirik ki, ardıcıl tək ədədlər qarşılıqlı sadədir. Əkobu onların hasilinə bərabərdir. Əbobu 1-ə bərabərdir. 2 vurulsun. Əkobun yerinə bunların hasilini götürdük. Yəni n plus 1, n plus 3. Əbob çıx 5 vurulsun. Əbobun yerinə nə götürür? Əbobu isə təbii ki 1-ə bərabərdə qarşılıqlı sadə ədədlərdə. Bərabərdir 25-ə. Bərabərdir 25. İndi onda burada olur 2 vurulsun n-in kvadratı. N-in bircə dəqiqə bəlkə sadə tapdıq elə. Diskriminata gəlməmiş. 25-in üstünə 5, 30. 30-u da 2-yə böləndə 15. Hansı 1 olsa olur, olmur. 1-in üstə 1, 2, 4, 2 olsa 2 olur. N bərabər oldu 2-yə. Baxın, 2-nin üstə 1 gələndə 3, 2-nin üstə 3 gələndə 5 vuranda 15 eləyir. N-in neçə olduğunu tapdıq, 2 olduğunu tapdıq. İndi n plus 1, n plus 3 idi də xy. Onda x bərabər n plus 1 olduğuna görə 3, y də bərabərdir n plus 3 olduğuna görə 5. X vur y-də cavab eləyər 15. Cavab olar D variantı 18-ci sualda. 19-cu suala baxaq. 19.
Bizə deyir ki, m-in hansı qiymətində tənliyin köklərindən biri -3 olar. Tənliyin kökü x-in cavabı deməkdir. Yəni x-in yerinə qoyacağıq -3'ü, -3'ü qoyub m-i taparıq. M-dir burada. M çıxılsın 2 bərabərdir 0. Tənliyin bir kökü -3'dür. 3 vurulsun 9, çıx 33. Üstə gəl m çıx 2 bərabər 0. M bərabərdir 27. 27'dən 33 çıxanda 6, deməli 27'dən 33 çıxanda 6, -6. -6 ilə də -8 digər tərəfə keçəndə müsbət 8. Əgər mexaniki səhv eləmədimsə. 19A variantı 20'yə baxaq. Gələk 20-ci sualımıza baxaq. Deyir, hansı ifadənin mənası var? Köklərin altındadır. Kökün altı cüt dərəcədən olduğuna görə kökün altı mütləq müsbət olmalıdır ki, mənası olsun. A variantında yazıb loqaritma 5 əsasdan 4'də 1. Biz bilirik ki, ya əsas, ya loqaritmik altı ifadə biri birdən böyük, biri 1 ilə 0'ın altında yerləşərsə, 0'ın arasında yerləşərsə cavab mənfidir. Deməli, A variantı ola bilməz. Birbaşa elə olan variant hansıdırsa onu götürüm. Y variantı. Kök altında ELG5. Çünki onluq loqaritmanın indeksi 10'dur. Burası da 5. Hər ikisi bu 10 hissədə, 5 hissədə birdən böyük olduğu üçün onda bunun cavabı müsbət olar. Cavabımız olar 20'də E variantı. 21-22 də çox sadə sualdır. 21'də bilirik ki, bu formalı, zigzag formalı şəkillərdə iç üzə açılan bucaqların cəmi çöl üzə açılanların cəminə bərabərdir. Yəni bu eyni tərəf açılanlarda, daha doğrusu bax, eyni tərəf açılan biri 50, biri 60'da, əks tərəf açılan x-dir. Onda x bunların cəmi olduğu üçün 110 dərəcə olar. Gəldik 22-ci sualımıza baxaq. Müxtəsər vurma düsturudur. Bir çıxması, bir toplaması. Heç buna baxmaq istəmirəm. Sadə sualdır. Gəlib 23'ə baxsaq. Bu da ən son keçdiyimiz mövzulardan biridir. C 3 ilə 5'dir. C'nin koordinatları 3 ilə 5'dir. D'nin koordinatları 9 ilə 11'dir. Bunun deyir, nöqtələrini birləşdirən parçanın orta nöqtəsi. Parçanın orta nöqtəsini tapanda bir dənə M ilə işarə eləyim. Bunların ədədi ortası deməkdir. 3'ün üstünə 9, 12, yarısı 6. 5'in üstünə 11, 16, yarısı 8. Yəni bu verilmiş CD'nin orta nöqtəsi 6 ilə 8 oldu. Orta nöqtəsindən koordinat başlanğıcından hansı məsafədə? Koordinat başlanğıcı da biz bilirik ki 0, 0'dır. İndi bununla bunun arasında hansı məsafədə deyəndə iki nöqtə arasında məsafəni soruşur. Bunu da kök altında x1 çıx x2'nin kvadratı üstə gəl y1 çıx y2'nin kvadratı olduğu üçün 36 üstə gəl 64 100. Bundan da cavab çıxar 10. Deməli 23'ün cavabına 10 tapdıq. 24'ə gələ baxaq. 24-cü suala. Burada da funksiyadır. Y bərabərdir kx plus b funksiyasında. Gələk bax, qrafikdən baxaq. Biz bunu yaxşı bilirdik. 2, burada 4'dür. Kəsişmə nöqtəsi. Qaydamız nədir? X-i kəsən momentdə y-i 0 olur. Deməli, bunun x-i bir dəfə 2 olanda y-in yerinə 0 qoyaq. Onda oldu 2k üstə gəl b bərabərdir 0. Bir dəfə bunu aldıq. Y-i kəsən momentdə də x-i 0 olur. Yəni y-i 4 olanda 4 bərabərdir. X-i 0 olur. 0 vurulsun k üstə gəl b. Buradan 0 k-ya vuranda 0 elədi. B-nin 4 olduğunu tapdıq. 2k üstə gəl 4 bərabərdir 0. K bərabər oldu -2'yə. K-nın -2, B-nin 4 olduğunu tapdıq. İndi K plus B-ni soruşur. 4 üstə gəl -2. Cavabımız eləyər 2. Cavab oldu 2. Gəldi 25'ə baxaq. 25'ə. Deyir, diagonallarının sayı 14. Diagonal sayı hansı düsturdur? N vurulsun N çıx 3 böl 2. Diagonal sayı budur. Deyir, bu 14'ə bərabərdir. Gərək görə N neçədir onda? N vurulsun N çıx 3 bərabərdir 28. Neçə olsa? 5 olsa olmur. 10 olsa
10, ondan üçün 10 çox olar 6, 7 olur. N bərabər oldu 7-yə. Çünki 7 qoysam, bax 7-dən 3 çıxanda 4, 4 və 7, 28. N 7 oldu. Deməli, bu neçə bucaqlıdır? 7 bucaqlıdır. İndi deyir, bir təpədən çıxan diaqonalların sayı. Bir təpədən çıxan diaqonalların sayı n çıxı 3 düsturu ilə hesablandığı üçün n də 7-dir. 7-dən 3 çıxanda cavabımız 4 olar. 26-cı sualımıza baxaq. 26-ya. Ox kəsiyinin diaqonalı kök 61 oturacağının radiusu. Silindirə hələ ki biz baxmamışıq, amma yenə də çəkim. Olsun, biraz yaxşı çəkmədim. Bu bizim silindirimiz. Deyir ki, ox kəsiyinin diaqonalı kök 61. Silindirin ox kəsiyi bu 4 bucaqlıdır. Bu içəridə alınan, bir dəfə də üstündən gedirəm, tam biləsiz. Bax, silindirin ox kəsiyi, bu qırmızı ilə almışam. Bu hissədir, 4 bucaqlı, bildiyimiz düz bucaqlı. Ox kəsiyinin diaqonalı kök 61'dir. Bax, bu, bura, kök 61'dir. Bura oldu kök 61. Radiusu 2,5'dir. Radius hara deyilir? Mərkəzdən bura kimi 2,5 isə bu onda ümumilikdə 5 olar da, diametri 5. İndi bizə deyir, silindirin ox kəsiyin sahəsini tap. Silindirin ox kəsiyi, bax bu qırmızı düz bucaqlıdır. Düz bucaqlının sahəsini tapanda uzunluğunu bilmək lazımdır. Eni 5 tapmışıq, uzunluğu. Bax bu uzunluğu bir h qoyaq, tapaq Pifagorla. H-ın kvadratı üstəgə 25 bərabərdir 61. Yəni kvadratla birbaşa yazdım. H-ın kvadratı bərabərdir 61-dən 25 çıxanda deməli 6, 46. H bərabər oldu kök 46. Belə elədimi görüm? Deməli, yox 36. 46 yox 36. 36 o da bərabərdir 6. Deməli, bu hissənin cavabı neçə elədi? 6. İndi bizə deyir, bu qırmızı düzbucaqlının ox kəsiyin sayəsini tapda. S bərabər düzbucaqlının sayəsini tapanda E'nin uzunluğuna vururuq da. 5 vur 6 bərabərdir 30. Deməli, açıq sualdır da. Bu 26-cı sualda cavabımız olar 30. Çox sadədir. Düsturları keçsək, inşallah ki, yaxşı olar. 27-yə baxaq. Gəli 27-ci suala baxdıq. Deyir ki, A fərq B 3'dür. Bunu görə Venn diaqramla düz gələr. Venn diaqramla ilə rahat yazaq. Olsun belə. Bu A olsun, bu B olsun. A fərq B 3'dür. Bu kənar 3'dür. Kəsişmə 4'dür. Kəsişmə yerinə 4 yazdıq. B fərq A 5'dir. Birləşmədə hamısıdır. 9 üstünə 3, 12. 27-ci sualın cavabı olar 12. 28-ci suala baxaq. 28, 29, 30. 3 sualımız qaldı. 28-də. O çevrənin mərkəzi AD 9. Belə bir də bu vətər verib. Bura mərkəzdir, O nöqtəsidir. Bizə deyir ki, o AD 9 bu hissəni 9 verib. Sonra AB 4 bu kiçik hissəni 4 verib. Sonra o A7 bu hissəni də 7 verib. Bizdən soruşur CA-nı X. Bizdə qaydamız var ki, iki vətər kəsişəndə hər hissəni özünün qarşısındakına vuranda bir-birinə bərabər olur. Amma qəsdən bu şəkli həmişə belə yarımçıq verirlər. Siz mütləq bütövlətməlisiniz belə. İndi gəldik. Bax, radius buradan bura bizdə. Mərkəzdən bura qədər radiusdur da 7-nin üstünə 4, 11-dirsə, mərkəzdən bu üzədə radius olduğu üçün burada 11-dir. İndi vəssalam, iki vətər bütöv şəkildə olandan sonra indi tapırıq. X'in qarşı tərəfində duran hissə nədir? Vurulsun 9 bərabərdir. 4 vurulsun digər hissə 7-nin üstə 11, 18.
X da bərabərdir. Bir dəfə, iki dəfə 8-ə. 4 dəfə 2, 8. X-a neçə tapdıq? Yəni bizdən soruşurdu haranı? CA-nı, CA-ya da tapdıq 8. Gələk 30-cu sualımıza. Ay 28 ilə 29-un yeni səhv salmışam mən. 29, bu 29-cu sualdır. 28-ə baxaq. 28-də nə deyir? Ayın ədədi silsiləsində S13 221-dir. S13-ü açıq şəkildə yazsaq, olurdu 2A1 üstəgəl 12D böl 2 vur 13. Bunu yazdıq. 13, bu 3'dür. 13, aha. Bərabərdir deyir 221-ə. Bərabərdir 221. Bunu yazdıq. Sonra deyir A13 çıx A1 24-dür. A13-ün yerinə nə yazırıq? A1 plus 12D çıxılsın A1 bərabərdir 24-ə. Olarsa A1-i tapırıq. A1 bərabər sual. Bunu axtarırıq. Buradan A1-lər getdi. 12D 24-dirsə D-nin neçə olduğunu tapdıq? 2. D-nin 2 olduğunu tapdıqsa burada da yerinə qoyaq. A1-i tapaq da oldu. 2A1. Sıranın hər tərəfin 2-yə bölümdə qaldı A1. Üstəgəl 6D. Burada 2'ye böləndə 6D qalır. D-də 2 olanda 12. Vurulsun 13 bərabərdir 221-ə. A1 üstəgəl 12 bərabərdir 221-i 13'ə böləndə neçə düşər? Bir dəfə deməli 13 bircə dəqiqə görək bunu bölək görək neçə düşəcək. 17 düşər. 17 A1 də bərabər imiş nəyə? 5-ə bərabər imiş. Gələk 30-cu sualımıza baxaq. Görək 30-da nə deyir? Deyir ki, radius 12 olan çevrənin ən böyük vətəri radius R12-dirsə, ən böyük vətər də diametrdir. Diametr də 2 radiusa bərabər olduğu üçün 24 olar.